Son zamanlar TikTok sosial şəbəkələrində yol hərəkəti qaydalarının kobud şəkildə pozan gənclərin görüntüləri daha tez-tez yayımlanmağa başlayıb. Baş Dövlət Yol Polis İdarəsinin bu istiqamətdə mütəmadi olaraq tədbirlər həyata keçirilməsinə baxmayaraq, sosial şəbəkələrdə qanunvericiliyə zidd davranışlar nümayiş etdirən istifadəçilər hələ də diqqət çəkir. Bu isə cəmiyyətdə mənfi nümunə yaradır və bir sıra gəncləri qanunlara etinadsız yanaşmağa sövq edir. Belə şəxslərdən biri kimi TikTokda Ələsgərov _079 adlı profil istifadəçisinin görüntüləri müzakirələrə səbəb olub. Paylaşılan videolardan həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi, avtomobili qeyri-standart vəziyyətdə ön hissəsi yuxarı, arxa hissəsi isə aşağı formada idarə etdiyi görünür. Kadrlardan həmçinin manevr qaydalarının pozulması və təhlükəli sürücülük hərəkətlərinə bənzər davranışlar da müşahidə olunur. Bu cür görüntülər digər yol hərəkət iştirakçıları üçün potensial təhlükə yarada biləcəyi üçün ictimai narahatlıq doğurur. Ən diqqət çəkən qanun pozuntularından biri isə avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsidir. Hazırda həmin şəxsin sürücülük vəsiqəsinin də olub-olmaması barədə hər hansı məlumat yoxdur. Sosial şəbəkələrdə yayılan davranışların açıq şəkildə nümayiş etdirilməsi isə ictimai müzakirələrə səbəb olub və belə bir sual gündəmə gətirir. Bu cür paylaşımların arxasında hansı etinadsızlıq dayanır və istifadəçi nəyə və ya kimlərə güvənərək belə videolar paylaşır? Gözlənti ondan ibarətdir ki, aidiyyatı qurumlar yayılan görüntüləri araşdıracaq, məsələ ilə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymətləndirilmə aparılacaq və zəruri tədbirlər barədə ictimaiyyəti məlumatlandıracaq. Bu cür halların qarşısının vaxtında alınması gələcəkdə baş verə biləcək təhlükələrdən sürücüləri qorumuş olur. Biz də bir daha sürücülərə yollarda diqqətli olmağı və qanunlara hörmət etmələrini tövsiyə edirik.